Demək qızlar, part 2 ilə gəlmişəm. Qəşəng burada soğanımı qovurdum qızlar. Burada neynədim? Burada demək gördüyünüz ətim, şabalıdım, ərik qurusunu, bir də xurmanı yağda biraz qovurdum. Çünki qovrulma zamanı ümumiyyətlə qaralı aşda aşın qarası qovrulanda hər bir belə deyim də ərzağı qovrulanda daha dadlı olur. Daha sonra burada qızlar düyümü qoymuşam qaynamağa. Qəşəng süzəcəm. Bol hazırladım ki, qəşəng ürəyimiz istədiyi qədər yeyək də, yəni belə necə deyim, dadar doymaz olmaz. Biz tərəfdə belə bir söz var, dadar doymaz. Yəni dadır, bunu yeyir, amma doymur. Demək, sizə bir puf nöqtəsi göstərəcəm sizə. Burada qablarımı yumuşam, çıxan qablarım var idi, onları yudum. Bu arada Rinat durdu yuxudan. Hə, qızlar, bu mənim düyümün nişastasıdır. İlk puf nöqtəni verirəm sizə. Baxın, indi kimə xoşdur, edin, kimə xoş deyil, etməyin. Mamam həmişə belə edir və mən də ondan öyrənmişəm. Çox da dadlı olur. Gördüyünüz kimi bu düyünü tökürsüz bir qaba, üzərinə çıxana qədər qaynar su tökürsüz qızlar. Qaynar su tökdükdən sonra da o düyünü qəşəng su soyuyana qədər onun içərisində saxlayıb, daha sonra qəşəng neyinirsiniz, belə tökürsüz, yumursuz, kənara süzmürsüz, yumursuz. Sadəcə qabdan götürdünüz, belə aş süzəndən, set qaynan süzüb, tökürsüz, qaynayan suyun içərisinə, duzlu qaynayan suyun içərisinə ki, qaynasın. Bəli, qaynar suda qalmış düyü bu cür deyə bilmədim, nişastası çıxmış düyünün dadına çatan olmaz. Burada da soğanlarım qovrulub qızlar. Burada da bunlar hazırdır. Rinat yuxudan durub, xalalarım. Mən indi gedirəm onun pampersini dəyişməyə. İndi sonra görüm sizlərlə hansı mərhələni çəkəcəm. Yəqin ki, sonda tam hazır olanda Rinatı da sizə çəkib göstərərəm. Belə.